Rızanın qutusu. Bir dövlətli kişinin iki oğlu var idi. Birinin adı Əhməd, o birinin adı Səməd idi. Bu iki qardaş atalarının sağlığında bir-birini artıq dərəcədə sevirdilər və atalarının hörmətini saxlayardılar. Bir gün onların atası vəfat etdi. Atalarının ölümündən sonra bu iki mehriban qardaş atalarından qalan dövləti öz aralarında iki yerə böldülər. Bölgüdən bir qədər sonra böyük qardaş özü üçün toy eləyib külfət sahibi oldu. Balaca qardaş isə dövlətin hamısını nağd pul eləyib, alış-veriş edib ticarət qurmaq üçün Hindistana getdi. Balaca qardaş özü üçün iş qurub nağd pul qazandığı halda, böyük qardaş bir işlə məşğul olmayıb, atadan qalan dövləti xərcləməkdə idi. Bundan bir neçə il keçdi. Böyük qardaşın 5 yaşında Rıza adlı bir oğlu var idi. Rıza ata və anasının sayəsində yaxşı tərbiyə almışdı. Atası pullarını xərclədiyi halda Rıza əlinə düşən qəpikləri bir qutuya yığmaqda idi. Əhməd qənaət etmədiyindən pulları qurtardı. Yavaş-yavaş özgədən borc alıb xərcləməyə başladı. Borc almaq eyib deyil, ancaq Əhməd aldığını vermədiyi üçün az zamanda cəmiyyətin hörmət və etibarından düşdü. Əhməd yavaş-yavaş ev əşyalarını satmağa başladı. Bir tərəfdən də pul sahibləri Əhmədin yanına gəlib getməkdən təngə gəlmişdilər. Buna görə də pulun sənədlərini məhkəməyə verib qanun ilə pullarını istədilər. İndi zavallı kişinin əlacı hər yerdən kəsildi. Ona kömək edəcək adam yox idi. Bu halda qardaşı Səməddən belə bir teleqram aldı. Daha öz şəhərimizə gəlirəm və sabah sənə qonaq olacam. Əhməd bu teleqramı alıb çox şad oldu və arvadına dedi. Qardaşım üçün tədarük gör. Sabah gəlib bizdə qonaq qalacaq. Bizə bu halımızda ancaq o kömək eləyə bilər. Çünki onun dövləti çoxdur. Doğrudan da Rızanın əmisi Hindistanda artıq dərəcədə dövlətlənmişdi. Hindistanda olduğu vaxt qardaşının əhvalından xəbərdar olub ona kömək eləmək üçün gəlirdi. Fikri bu idi ki, onu bir işə qoyub rahat dolanmasına səbəb olsun. Lakin Rızanın əmisi Səməd qardaşının əxlaqını yaxşı bilmirdi. Ona görə də onu imtahan eləmək istəyirdi. Bunun üçün də kasıb libası geyinib günorta vaxtı qardaşının yanına gəldi. Qardaşı isə onu doğrudan da kasıb hesab eləyib onunla yaxşı görüşmədi. Şirin dili ilə elə sifət göstərdi ki, göy evindən qovmaq istəyir. Axırda ona bir qədər yemək və içmək verib xudafiz deməmiş çıxdı evdən ki, bəlkə qardaşı tez çıxıb gedə. Rıza isə əmisinə artıq dərəcədə məhəbbət edib, həmişə onun əlindən, üzündən öpərdi. Rıza əmisini artıq dərəcədə kasıb görüb, ona xərclik vermək istədi. Buna görə də pul qutusunu gətirib əmisinə verdi və dedi, əmi, bunu götür, istədiyin kimi xərclə. Rızanın əmisi Səməd qardaşı Əhmədin rəftarından artıq dərəcədə məyus olmuş idisə də, balaca Rızaya yazığı gəlib, cibindən çek dəftərini çıxartdı və 100.000 manatlıq çek yazıb bir məktub ilə bərabər Rızanın qutusuna saldı. Məktubun məzmunu belə idi. Balaca bala, hərçənd ki, sənin atan pis xüsusiyyətli bir adamdır, amma sənin tərbiyən, əxlaqın gözəldir. Buna görə də mən sənə 100.000 manat bağışladım. Bundan sonra Səməd ilə Rıza görüşüb getdi. Rıza isə balaca olduğundan bu əhvalatdan bir şey anlamamışdı. Ona görə də bu iş onun ata və anasına naməlum qalmışdı. Bir gün borc sahibləri pullarını Əhməddən almaq üçün onların evinə məhkəmə tərəfindən məmur gətirib ev əşyalarını satın almaq istədi. Bunu görüb Rıza öz qutusunu gətirdi və açıb məmurun qabağına boşaltdı. Əhməd qutudan çıxan kağızları görüb oxumağa başladı. Bu vaxt qardaşının kasıb olmadığını və onun imtahan etdiyini bildi. Tutduğu işdən peşman olub artıq dərəcədə xəcalət çəkdi. Əhvalatı biləndən sonra Əhməd məmura çeki göstərib dedi. Daha evimin əşyalarını aparmayın. Sabah mən bankdan pulları alıb pul sahiblərini razı edərəm.
Doğrudan da sabahı günü Rızanın atası bankdan pulları alıb pul sahiblərini razı və sakit etdikdən sonra özü də rahat ola bilmədi. Çünki qardaşının belə yaxşı sifətini görüb onunla etdiyi rəftardan xəcalət çəkdi.